Salamlar. Mən Kamran Nəsirli, Azərfreedom TV-nin jurnalisti. Bugün sizləri Strasburqdan Avropa Şurası Parlament Asambleyasından salamlayıram. Bildiyiniz kimi, ayın 24-ü dünən Azərbaycanla bağlı dinləmələr oldu və Azərbaycanla bağlı qətnamə qəbul olundu. Mr. Lakura tərəfindən Azərbaycanda tənqidi səslərin susturulması adlı bir report hazırlanmışdı ki, onunla bağlı gərgin müzakirələr getdi və bunun nəticəsi haqqında sizlər bilirsiniz. Amma burada bir nüansı istərdim ki, sizin diqqətinizi çəkeyim. Biz fəxr edirik ki, 1918-ci ildə bizim demokratik respublikamız müsəlman şərqində ilk belə bir demokratik respublika quruldu ki, qadınlara seçmə və seçilmə hüququ tanıdı. Ümumiyyətlə, demokratik cəhətdən, verdiyi qərarlar cəhətindən həqiqətən də şərqdə çox gözəl bir nümunə kimi göstərilirdi. Amma üstündən 108 il keçməsinə baxmayaraq, biz hələ də o 108 il öncə qurucu babalarımızın Rəsulzadə, Topçubaşov tərəfindən yaradılmış Azərbaycanı hələ də görə bilmirik. Hələ də o 2 ilin, o Cumhuriyyət dövrünün həsrətindəyik. Dünən Azərbaycanla bağlı bu məruzələrdə Azərbaycanın insan haqlarına hörmət etmədiyi, demokratik dəyərləri tapdaladığı, bu kimi səbəblər önə çəkildi. Avropanın ən nüfuzlu beynəlxalq bir siyasi arenasında Azərbaycan bu sözlərlə xatırlandı. Yəni 1918-ci ildən bu yana heç bir şey qoymayıblar. Yaxşı şeylərimizi əlimizdən alıblar. Və çox təəssüf olsun ki, bu Azərbaycan adı Avropada yüksək demokratik dəyərli cəmiyyətlərdə eşidiləndə korrupsiya ilə xatırlanır, jurnalistlərin həbsi ilə xatırlanır, siyasi məhbus məsələlərində xatırlanır, qara kürü diplomatiyası məsələsində, tər-tər keys məsələsində xatırlanır. Həqiqətən, bugün bir Avropanı danışdırsanız, Azərbaycanla bağlı, yəni həqiqətən Azərbaycanla bağlı fikri olan siyasətləri danışdırsanız, baxarsınız ki, Azərbaycanla bağlı hamının fikri birdir ki, Azərbaycan antidemokratik, diktatorship olan bir ölkədir. Əziz həmvətənlərim, bugün bunların, Avropalıların qəbul etdiyi qətnamələr bizə vətən qurmur. Biz vətəni öz əllərimizlə qurmalıyıq. Necə ki, qurucu babalarımız qurmuşdu. Necə ki, əsrlərdir Azərbaycan o əsrlərin o süzgəcindən süzlə-süzlə kəsməkeşlik yollarından çıxa-çıxa gəlib çatmışıq. Amma çox təəssüf olsun, həqiqətən bugün bizə yaraşmayan bir dövlətdə, bizə yaraşmayan bir hakimiyyət bizim dövlətimizi qəsb eləyibdir. 400-ə yaxın siyasi məhbus var. Hər il bunların rəqəmləri dəyişilir. Bir il 350, bir il 450, 400 siyasi məhbus olur. 30-dan çox jurnalist həbsdədir. Bir çox jurnalistlərin bir çoxu qadınlardır, xanımlardır. Bir çoxu, bəziləri anadır, bəziləri bacıdır, bəziləri həyat yoldaşıdır, bəziləri nişanlıdır. Həqiqətən bu həyatı onlara yaşatmağa heç kimin haqqı yoxdur. Sadəcə sırf düz danışdıqları üçün, bir araşdırma apardıqları üçün, xəbər yaydıqları üçün insanları tutmaq, şərləmək, onlar haqqında ağlasığmaz hökmlər vermək həqiqətən heç bir vicdanlı hakimiyyətin işi olmamalıdır. Çox təəssüf olsun ki, bu hadisələr bizim Azərbaycanda baş verir və siz özünüz də bilirsiniz ki, həmən jurnalistlərə, siyasi məhbuslara verilən
hökmlər, hakimiyyət nümayəndələrinin özlərinə qanunla onları çıxartsaq hakim qarşısına, onların özlərinə verilən maddələr olmalıdır. Orada var korrupsiya, vergidən yayınma, qaçaqmalçılıq, ölkəyə külli miqdarda pul gətirilmə, çıxardılma, dövlətə xəyanət. Yəni bu dəqiqə Azərbaycan məmurlarına kimisə gətirib düzgün bir məhkəmə qarşısında oturdursaq, bu hökmlərin, bu maddələrin və bundan 5 qatının da çoxu onların, nazirlərin, İlham Əliyevin, onun ətrafının, polis rəislərinin, hakimlərin, prokurorların barəsində vermək olar. Onlar özləri korrupsionerdirlər, onlar özləri pul alaraq, o prokurorlar ki, jurnalistlərə 14 il, 13 il, 15 il hökm istəyirlər, onların özləri korrupsionerdirlər, onların özləri pula görə biz bilirik ki, biz Azərbaycanla bağlı hər şeyi bilirik. Mən və indi mənə qulaq asan hamınız bilirsiniz ki, Azərbaycanda bir insanı belə xəsarət yetirmək, öldürmək və pulla bu məsələlərin üzərinə bağlamaq mümkündür. Bax, bu rejim bu səviyyəyə gətirib çatdırıb ki, Azərbaycanda hər şey pulla ölçülür. İnsan həyatı da, İnsan ölüsü də öləndə onu pulla bastırır, toy olanda da onu pulla həll eləyir. Yəni, pul Azərbaycanda hər şeydir. Bu, tənəzzülə uğramış cəmiyyətlərin bir göstəricisidir. Və eyni zamanda istərdim ki, Azərbaycan xalqını birliyə çağırım, öz haqlarını müdafiə etməyə çağırım, seçkilərdə iştirak etmək, məsuliyyətli bir vətəndaş olmalıdır. Məsuliyyətli insanlar mən siyasətə qarışmıram deməklə öz yaxalarını bu hakimiyyətin əlinə vermiş olurlar. Öz yaxalarını hüquqdan, demokratiyadan yayındırmış olurlar. Elə sayırlar, amma keçən dəfə danışdığımız kimi siyasət odur ki, sənin içdiyin suyun keyfiyyətini siyasət təyin edir. Sənin mindiyin avtobusun neçə dəqiqədən bir gəldiyini, o avtobus dayanacağında dayananda başının üstündə olan bir dayanacağı, uşağın məktəbə getməyini, yeməyi, içməyi hamısını siyasət təyin edir. Ey vətəndaş, siyasətə qarışmıram nə deməkdir? İşə gedirsən, maaş alırsan, maaşı siyasət təyin edir. İstəyirsən maaşın qalxsın, onu siyasət təyin edir. İstəyirsən evə rahat metro ilə gələsən, onu siyasət təyin edir. İstəyirsən rahat evlənəsən, sosial paketləri siyasət təyin edir. Və hər şeyi, baxdığın televiziya, ödədiyin vergi, ödədiyin qaz çeki, işığın, suyun, içdiyin, yediyin, hər şey. Yəni, aldığın belə havanı siyasət təyin edir. Siyasət təyin edir ki, bu ölkədəki fabriklər korrupsiyaya bulaşıb, sənin həyatını heç nəyə sayıb, ancaq pul düşünüb, sənin üçün zəhərli maddələr buraxırlarsa havaya, bunu siyasət təyin edir və sən də o zəhərli maddələri udursan, Azərbaycanda orta ömür 50-40, indi baxırıq ki, bütün cavanlar 25-30 insanlar ölürlər. Avropada minimum bəlkə 70-80 minimum yaşdadır ölüm ortalığı. Yəni, sən hər bir hərəkətini siyasət təyin edir. Ona görə sən məsuliyyət daşıyırsan, öz vətənin qarşısında, öz vicdanın qarşısında siyasətə də qarışmalısan, partiyalarda tanımalısan, siyasətçiləri də tanımalısan, qulaq asmalısan
və öz gələcəyini fikirləşməlisən. Uşaqlarının gələcəyini fikirləşməlisən. İndiki hakimiyyət demək olar ki, faktiki olaraq Azərbaycanlıların siyasətdən ayrılmasına nail olubdur. Siyasətdən ayrılıblar insanlar. İnsan siyasətdən ayrılanda sanki ruhu bədəndən çıxartmısan. O hala salıblar. Azərbaycanda hal-hazırda insanlar ancaq yeməyi fikirləşirlər. Ancaq sağ qalmaq haqqında fikirləşirlər. Azərbaycanın yeri üstü sərvət olduğu halda ölkəmizdə su problemi yox, çaylar, bol çaylar keçir. Hava problemi olmamalıdır, gözəl meşələrimiz var. Maddi problemimiz olmamalıdır. Neftimiz, ayda 2 milyard manat gələn neftimiz var, stabil gəlirlə. Hələ mən bazardakı qalxmaları hesablasaq, 3 milyard gəlir var ki, Bakının bütün kanalizasiya sisteminin təzədən qurulmasına 10 milyard pul lazımdır ki, bu bizim 3-4 aylıq, maksimum 5 aylıq neftdən gələn gəlirdir. Demək, siyasi iradə yoxdur, hər şey eləmək olar. Pensiya yaşları, pensiya, sosial yardımlar. Necə olur ki, Ermənistanın nefti yoxdur, qazı yoxdur, Gürcüstanın nefti, qazı yoxdur. Amma bizi gəlib keçirlər maaşda, sosial yardımlarda, pensiyada. Necə olur bunlar? Bir fikirləşirsiniz, bunlar bizim sərvətlərimiz hara gedir? Kim bunlardan istifadə edir? Siz insansınız, bir dəfə həyatda, bu ömür bir dəfə sizə verilibdir. Bu dünyada olan şeylər, yaşadığımız ərazi Azərbaycandır. Azərbaycanda olan yeraltı, yerüstü, hər bir şey sizə məxsusdur, insanlara məxsusdur. 60 il, 70 il, indi Avropalı deyilik ki, bizim 100 il ömrümüz olsun. 60 il, 50 il ömrümüz var. Onu da normal bir insan kimi yaşamalıyıq. Amma çox təəssüf olsun ki, bu oğru hakimiyyət bütün Azərbaycanın nemətlərini öz əllərində tutubdur. Yerüstü, yeraltı sərvətləri öz əllərində cəmləşdiribdir. Azərbaycan oğlanları bugün evlənə bilmir. Ölüsü olan ölüsünü bastıra bilmir. Borcu olan borcunu qaytara bilmir, özünü öldürür. Min cür problem var. Yollar bərbad, qaz yox, kanalizasiya yox, ifunət, insanlar suyun içində. Elektrik vurur, birini orada öldürür, birini kanalizasiyaya düşür, ölür. Yəni bunları düşünürsünüz, bunlar bir gün hamının qapısı döyüləcək və döyülür də. Bugün hakimiyyətin təkcə siyasətçilərin işi yoxdur. Adi, sıravi insanlara belə amansız yanaşır. Yəni Azərbaycanda həqiqətən çox faciəvi bir durumdur. Azərbaycan Milli Məclisində oturan insanların bir çoxu Azərbaycanın müstəqilliyinin əleyhinə səs vermiş insanlardır. Yəni ikinci belə bir ölkə, çox xahiş edirəm. Mənim bu səsimə qulaq asanlar, sözümə qulaq asanlar. Bir araşdırın, internet dövrüdür. Belə bir ölkə var dünyada, ikinci bir ölkə. Milli Məclisdə oturan insanların bir çoxu Azərbaycanın müstəqilliyinin əleyhinə, yəni Azərbaycan müstəqil olmasın, Rusiyanın tərkibində, Sovetin tərkibində olsuna səs veriblər. Amma Azərbaycan müstəqilliyi qazanıb. 30 ildə onlar Azərbaycan müstəqil Azərbaycanın deputatıdırlar. Azərbaycanın ən yaxşı maaşını alırlar, ən yaxşı pillələrində qərar tutublar, ən yaxşı evlərində yaşayırlar, ən yaxşı yeməklərini yeyirlər. Belə bir ölkə tanıyırsınız. Yəni bir ölkənin düşman təbəqəsi gəlib o ölkənin başına keçibdir. Və son günlərdə biz müşahidə edirik ki, Azərbaycanda nəinki siyasətçilər, siyasətdən kənar belə insanlar, kimsə paraşüt sürür, kimsə musiqi ilə məşğul olur, kimsə teatrla məşğul olur. Hamıya amansız dərəcədə rəftar edirlər. Alətlərini, musiqiçilərin alətlərini əlinə alırlar, paraşütçilərin. Minlərlə belə hadisələr olur.
bir hakimiyyət quduzlaşanda quduz heyvan bilmir kimin üstünə cumur. Sadəcə o quduzlaşıbdır. İndiki hakimiyyət də özünü quduz heyvan kimi aparır. Və bir daha sizdən məsuliyyətli olmağı çağırıram. İnsan kimi yaşamağa, bilirəm ki, Azərbaycan xalqı insan kimi yaşamağa layiqdir. İnsan kimi yaşamaq onun haqqıdır. Azərbaycanın başqa ölkələr kimi, yəni başqa bəzi ölkələr var ki, müəyyən qədər sərvətləri azdır. Amma Azərbaycan müəyyən qədər yox, həqiqətən də kifayətdən də çox, kifayət qədər yerüstü, yeraltı sərvətlərimiz var. Biz çox gözəl yaşaya bilərik, amma bu yaşayışı 10 milyon insandan oğurlayan bu prezidentdir, bu hakimiyyətdir. Çağırıram ki, hamınızı məsuliyyətli davranasınız, qorxmayasınız, haqqınızı istəyəsiniz. Və bir daha təşəkkür edirəm. Mənə qulaq asdığınız üçün minnətdaram. Və görüşərik. Çox sağ olun qulaq asdığınız üçün.